Bu qədər mürəkkəb proseslər nəticəsində qan oksigenlə zənginləşdi. Yaxşı, bəs bu oksigenli qanı bədənin ən ucqar nöqtələrinə qədər kim daşıyacaq? Orqanizmdəki yorulmaq bilməyən nəqliyyat vasitələri qanda olan eritrositlərdir. Ağciyərdə qanla təmasda olan eritrositlər hüceyrələrdən artıq maddə kimi gətirdikləri karbon qazını alveolların içinə ötürürlər və orada olan oksigeni sorurlar. Oksigen molekulu hüceyrələrə eritrositlərin içində olan hemoqlobin adlı bir molekul tərəfindən daşınır. Hemoqlobin çox xüsusi bir quruluşa malikdir. O, qana daxil olan oksigeni tutmaq üçün hazırlanmış kimya və fizika elminin bir möcüzəsidir. Dəmir molekulları bir maqnit kimidir və oksigeni özünə yapışdırırlar. Buna görə oksigen qanla birlikdə bədənin hər yerinə çatdırıla bilir. O, oksigenə ehtiyac duyan hüceyrələrə çatanda hemoqlobin molekulu bu şəraitin təsirlərinə məruz qalır və oksigenlə onun arasındakı kimyəvi bağ qırılır. Bunun nəticəsində hemoqlobin öz yükünü, yəni oksigeni buraxır. Beləliklə, oksigen molekulu orada olan hüceyrələrə ötürülür. Sonra isə həmin dəmir molekulları hüceyrələrdə əmələ gələn zərərli karbon qazını özünə birləşdirərək eritrositlər vasitəsilə ağciyərlərə gətirirlər. İlk nəfəs aldığımız andan başlayaraq son nəfəsimizə kimi dayanmadan təkrarlanan qazlar mübadiləsi bu qüsursuz planlaşdırma yolu ilə baş verir. Həyatımızın hər anı təkrarlanan bu hadisədəki mexanizmi yaxından öyrənək. Hemoqlobin çoxlu sayda amin turşudan yaranıb və içinə oksigeni tutmaqla məhsul olan 4 dəmir molekulu yerləşdirilib. Amin turşuların ardıcıllığında kiçik bir dəyişiklik olsaydı, hemoqlobin oksigeni tuta və daşıya bilməyəcəkdi. Bu fakt onun qüsursuz quruluşunun olduğunu göstərir. Hemoqlobin və oksigen bir-birləri arasında güclü bir əlaqə ilə birləşir. Ancaq qan oksigenə ehtiyacı olan hüceyrələrə çatan kimi bu əlaqə zəifləyir və hemoqlobin oksigeni buraxır. Əgər hemoqlobin oksigeni bu qədər möhkəm tutmasa, özü ilə bədənin bu başından o başına daşıya bilməzdi. Əksinə, oksigeni indikindən daha güclü saxlasaydı, onlar ayrıla bilməzdilər və hüceyrələr oksigen almadıkları üçün ölməyə başlayardı. Mövcud sistemdəki ən kiçik dəyişikliklər bədənin ölümünə səbəb olardı.